Salam dostlar. Bu dəfəki videomuzda Illustrator'ın interfeysindən tanış olacağıq. Proqramı açmışıq, New File düyməsini klik edirik. Axırıncı dəfə yazdığımız göstəricilər Illustrator'ın yadında qalıb. Çox sağ olsun. 210-297 A4-ün ölçüsü Create basırıq və belə bir mənzərə ilə qarşılaşırıq. Illustrator'ın interfeysi əsasən 3 hissədən ibarətdir. Birinci, yəni soldan başlasaq, sol tərəfdə Toolbar menüsü görürük. Burada bizim bütün dizayn prosesində lazım olacaq alətlər yerləşiblər. Biz bu toolbarı istəsək yuxarıdakı ox işarələrinə klik eləyib 2 sütuna və 1 sütuna çevirə bilərik. İstəsək toolbarı dartıb ortalara bir yerə gətirə bilərik. İş prosesindən, iş tərzimizdən asılı olaraq. Adətən də biz bunu elə sol küncə yapışmış halda saxlayırıq. Ortada gördüyümüz hissə isə artboard sayılır. Bütün dizayn prosesi, bütün o gözəl hadisələr hamısı burada baş verir. Sağ tərəfdə isə bizdə pəncərələr menüsü yerləşir. Pəncərələr menüsünü istədiyimiz kimi idarə edə bilərik. Misal üçün Properties panelini buradan çıxardaq, onun hündürlüyü ilə oynayaq, qısaldaq, azaldaq. İstəsək biz onu buradakı düyməyə klik eləyib kiçildib və yenə də üzərinə klik eləyib yerinə qaytara bilərik. Və yaxud da istəsək bundan tamamilə çıxa bilərik kənarındakı X-i basmaqla. Tutaq ki, bizə buradakı panel ümumiyyətlə lazım deyil. Biz bu panelin, yəni tablar qrupunun üzərində sağ düyməni basaraq Close Tab Group düyməsini basa bilərik. Gördüyünüz kimi bizdə sağ hissədə bütün pəncərələr yoxa çıxdı, bircə kommentdən başqa. Amma heç bir qorxulu bir şey yoxdur. Çünki biz bunu istənilən vaxtı konkret hansısa bir pəncərəni istəyiriksə, Window, yəni ingiliscə pəncərə, buradan qayıdıb bayaq çıxdığımız pəncərə Properties-i qaytardıq və yaxud da bayaq çıxdığımız pəncərə burada Layers pəncərəsini gördüyünüz kimi qaytardıq. İndi yenidən həmin o qrupu yaratmaq istəyiriksə, Properties-in üzərindən tutub, sürükləyib gətiririk bu hissəyə. Fikir verdiniz, hələ mausu buraxmamışam. Göy rəngdə belə bir highlight oldu. Mausu buraxıram və yenidən mənim qrupum burada hazır oldu. Illustrator'ın interfeysi, yəni bu hissə sol tərəfdə toolbar, açıq şəkildə, bağlı şəkildə və yaxud da ki, burada hansı panellər mənə lazımdır, lazım deyil. Bunlar hamısı işin xarakterindən, xüsusiyyətindən asılıdır. Bəzən ya mətndən, yazı ilə, tipoqrafika ilə çox işin olacaqsa, onda sən sırf həmin toollara cavabdeh olan pəncərələri çağırmaq istəyirsən, əlinin altında olsun. Bütün bunların hamısına bu yerləşməyə workspace deyirlər və Illustrator bizə fərqli workspace-lər təklif edir. Gəlin baxaq görək onlar hardadır. Workspace-lərə baxmaq üçün yuxarı hissədə klik edirik Workspace button üzərində, yəni Switch Workspace button. Burada ən çox istifadə olunanlar Essential Classic, yeni başlayan dizayner üçün nə lazımdırsa hamısı bu paneldə var. Və yaxud da Painting, əgər bir digital rəssamlıqla məşğul olacaqsansa, rənglər, fırçaların ölçüləri və s. Və tipoqrafika bayaqsa dediyim kimi, əgər mətndən işləyəcəksənsə, burada əsas panellər hamısı seçilib. Mən burada dayanacağam ən çox istifadə olunan Essential Classic-dir. Yəni Illustrator'ın klassik görüntüsü. Illustrator'ın klassik görüntüsünü çağırdım və tutaq ki, mənə burada brushlarla işləməyəcəm. Bunu çəkirəm qırağa, bağlayıram. Mənə tutaq ki, burada Asset Export bu funksiyada lazım deyil. Bunu da bağlayıram. Kommentlə işləməyəcəm. Bundan çıxdım. Onu da bağlayıram. Və yaxud da ki, mən istəmirəm burada 2 cərgə olsun. Mən istəyirəm burada, yəni bir bu cərgə, bir də sağdakı cərgə lazım deyil. Mən istəyirəm Properties-də gətirim salım. Bax, bu hissənin içərisinə Libraries mənə lazım deyil. Bu dəfə bunu Close qrupla eləyə bilərəm və fikir verdiniz, mənim sahəm daha da genişləndi. Və mənim bu workspace-dən xoşum gəldi. İstəyirəm ki, bu workspace-i həmişə saxlayım. İstənilən vaxtı dəyişsəm belə yuxarıdakı workspace-ləri, bu yaratdığım reallıq mənim əlimin altında olsun. Onun üçün yoxlayırıq, hər şey qaydasındadır. Ürəyim nə istəyirsə hamısı əlimin altındadır. Onda keçirik yenidən bu Switch Workspace düyməsinə və burada basırıq New Workspace. New Workspace bastıq, adını yazaq marka və OK. Əla. Bizim artıq özümüzə məxsus bir workspace-imiz var. Misal üçün təsadüfən və yaxud da ki, bilərək şəkildən sən buradan bəzi pəncərələri bağladın, bundan çıxdın və yaxud da ki, yeni nələrsə gətirdin. Tutaq ki, Properties-dən də çıxaq Close Tabs və yenidən öz
yaratdığın workspace-i geri qaytarmaq istəyirsənsə, gəlirsən bura və reset marka. Bunu klik eləyirik. Fikir verdiniz, hamısı əvvəlki kimi yerinə qayıtdı. Workspace-lə, interfeyslə tanış olduq. İndi isə gəlin yoxlayaq Illustrator proqramında yaxınlaşdırmaq, uzaqlaşdırmaq, gəzişmək necə baş verir. Çoxumuza tanış olan bir kombinasiya deyəcəm. Ctrl plus böyütmək, zoom in və Ctrl minus zoom out uzaqlaşdırmaq, kiçiltmək. Misal üçün çox kiçiltmişəm və mən istəyirəm ki, görüntü ekranın tam mərkəzinə gəlsin. Ctrl 0 düyməsini basmaqla fikir verdiniz, gəldi ekranın tam mərkəzinə. Əgər real ölçülərə baxmaq istəyirəmsə, Ctrl 1 real ölçüyə qədər böyüdür, yaxınlaşdırır. Bunun başqa bir versiyası isə Alt-ı basaraq, Alt-ı basıb saxlayıram. Mausun scrollu ilə, dircəyi ilə kiçildib böyüdə bilirəm. Bundan başqa toolbarda bunun üçün xüsusi bir alət nəzərdə tutulub. Bu zoom tool gedir adı, Z hərfini basa bilərəm və yaxud da ki, burada lupa ikonun üzərinə klik eləyib sağa tərəf çəkirəm, böyüyür. Sola tərəf çəkirəm, kiçilir. Yaxşı ki oldu, bu burada belə bir küncə qaldı və mən istəyirəm ki, sırf oradakı sağ tərəfdə nələr baş verir, onu görüm. Bunun bir variantı biraz üzücü də olsa, aşağıdakı scroll bardan sağa çəkməkdir, amma daha gözəl variantı var. Zoom toolun üzərində Hand tool. Seçirik Hand toolu və gördüyünüz kimi istənilən dizaynın küncünə və s. belə baxa bilirsən. Bundan da əlavə, əgər biz başqa bir tool seçsək, Move tool və yaxud da ki, Rectangular tool və yaxud da ki, Type toolu seçsək, klaviaturanın space barını basıb saxlasaq, bu avtomatik bizdə Hand toola çevrilir və yenə də gəzişirik, dizaynımıza davam edirik, sağına soluna baxmaq istəyirik, yenə də space bar basılı, yəni probel basılı halda sola sağa gəzişirik. Ctrl 0 basıram. Artboardum ekranın tam mərkəzinə gəlir. Bu da bizim gəzişmələr və zoom in, zoom out yolları. Gələn dərsimizdə görüşək.